Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Bugün ben sizlerle çok dadlı, lezzetli profiterol, yani ekler resepti paylaşacağım. Bu möhtəşəm şirniyyatı yəqin ki bilməyəniz yoxdur. Gəlin keçək hazırlanmasına. Qazana qoyuram, qazanın üzərinə, içərisinə stəkan yarım su əlavə edirəm, 200 qram yağ əlavə edirəm, qaşığın ucunda duz, 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Yağı su ilə birlikdə qaynadıram. İçərisinə stəkan yarım un əlavə edirəm. Yaxşıca qarışdırıram. Yaxşıca qarışdıqdan sonra bu formada olur. 1-2 dəqiqə bu formada qazın orta odunda bişirirəm. Mütləq qarışdıra-qarışdıra bişirmək lazımdır. Qazın üzərindən götürürəm. Kənarda başqa bir qabın içərisinə əlavə edirəm. Pişirdiyimiz xəmir gördüyünüz qatlıqda olmalıdır. Qarışdırıram. İçərisinə 1 paket vanilin də əlavə edirəm. Yenidən qarışdırıram. Qarışdırdığımız müddətdə azıcıq soyuyur. Qoyuram kənara tam soyumağa. Keçirəm kremin hazırlamağa. Mən bişmiş kremdən istifadə edəcəm. Bunun üçün qazanın içərisində 4 stəkan süd əlavə etmişəm. Stəkanın ağzından 2 barmaq aşağı şəkər tozu əlavə edirəm. 4 xörək qaşığı qağdalı nişastası əlavə edirəm. Yaxşıca qarışdırıram. Qarışdıra-qarışdıra qoyuram qaynamağa. Qaynadıqdan sonra 3-4 dəqiqə qaynadıram. Qoyuram kənara. Qarışdıra-qarışdıra soyuduram. Qeyd edim ki, əgər şəkər tozunu çox sevirsinizsə, 1 stəkan şəkər tozu əlavə edə bilərsiniz. Kənara qoyduqdan sonra içərisinə 2-3 xörək qaşığı kərə yağı əlavə edirəm. Çünki mən ancaq içərisi üçün bu kremdən istifadə edəcəm. Artıq yağlı krem istifadə etməyəcəm. İçərisinə 1 paket vanilin əlavə edirəm. Demək olar ki, artıq kremimiz hazırdır. Kənara qoyuram soyumağa. Arada bir qarışdırıram. Əgər qarışdırmayacaqsınızsa mütləq üzərinə streç çəkin, daha sonra kənara qoyun. Yumurtaları sındırıram, yoxlayıram. Burada 8 yumurta var. Artıq xəmirimiz soyuyub. İlk öncə 2-2 əlavə edirəm yumurtaları xəmirin üzərinə. Yaxşıca qarışdırıram. Mütləq bu məqama diqqət yetirmək lazımdır ki, yumurtalar yaxşıca xəmirə qarışsın. Xəmirin içərisində hiss olunmasın. İlk öncə 2-2, daha sonra sona yaxın 1-1 əlavə edirəm. Yaxşıca qarışdırıram. Gördüyünüz qatılıqda xəmir alınır. Yumurtanın böyüklüyündən asılı olaraq yumurtanın miqdarı dəyişə bilər. Gördüyünüz qatılıqda olmalıdır xəmir. Bu qatılığa gələnə kimi yumurta əlavə edin, qarışdırın. Gördünüz ki, bu qatılıqdadır. Daha sonra sıxma torbasına əlavə edin. Sobanı öncədən 200 dərəcədə qızdırın. 180-200 dərəcə arasında qızdırın. Xəmiri listin içərisinə əlavə edin. Mütləq altından yağlı kağız sərilməlidir. Çünki bu yapışqan xəmirdir. Mən bu böyüklükdə bişirdim. İstəyə görə böyüklüyünü siz seçə bilərsiniz. Soba listinə əlavə edirəm. Üzərinin şişkalarını barmağımın ucunu suya batıraraq yatızdırıram. Biz bu formada sobaya qoysaq gördüyünüz formada bişəcək və ucları daha tez qızaracaq. Buna görə də uclarını hamar şəklə salıram. Qoyuram 200 dərəcədə bir 10 dəqiqə, 15 dəqiqə bişsin. Şişib qalxana, üzəri azıcıq qızarana kimi 200 dərəcədə bişirirəm. Daha sonra sobanın dərəcəsini salıram 150 dərəcəyə. 10 dəqiqədə elə bişirirəm. Daha sonra 100 dərəcədə bişirirəm. Hardasa 35-40 dəqiqə bu formada sobada bişirirəm. Tez çıxarmağa tələsməyin. Çünki üzəri bir o qədər tez qızarıb, yanmır. Buna görə narahat olmayın. Sonunda 100 dərəcədə saxlayın. Bir 5-10 dəqiqə daha sonra çıxarın. Gördüyünüz bu formada alınır və içi boşluq, kənarları bərk formada olur. Çox dadlı, ləzzətli alınır. Artıq ikinci listi bişirirəm xanımlar. Gördüyünüz formada şişdi və çıxardıqdan sonra şişi yatmadı. Hər kəs bundan şikayət edir ki, ilk öncə şişir, daha sonra sobadan çıxartdıqdan sonra şişi yatır. Gördüyünüz kimi indi belə olmadı. Çünki bişirmə dərəcəsinə diqqət etmək lazımdır. Belə sıxma torbasına kremi əlavə edirəm. Soyduqdan sonra içərisini kənarından nazik yerindən bıçaq vasitəsilə deşərək içərisini doldururam. Hər birini gördüyünüz formada doldururam.
Hər birinin içərisine bu formada doldurduğum möhtəşəm eklerlərimiz alındı. Üzəri üçün şokolad sosundan istifadə edəcəm. Bunun üçün mən kənarda şokolad götürmüşəm. 2 qaşıq süd, içərisinə şokolad əlavə edirəm. Hardasa 100-150 qram təxmini əlavə etdim. Əridirəm şokoladı. İçərisinə bu arada şəkər tozu, azacıq da nişasta əlavə etmişdim. Hardasa yarım çay qaşığı nişasta əlavə etmişdim ki, sütü qatlaşdırsın. Siz başqa glazurlardan da istifadə edərək üzərinə əlavə edə bilərsiniz. Adi kakaolu glazur da hazırlaya bilərsiniz. Çox dadlı, ləzzətli, dadı möhtəşəm, həm də görüntüsü möhtəşəm eklerimiz alındı. Mütləq bu formada siz də hazırlayın. Sobadan necə çıxarmışsınız o formada qalan sönməyən eklerləriniz alınacaq. Mütləq bu resepti yoxlayın. Əgər bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. İnşallah gələn videolarda görüşərik.